Bağışlayan ve mehriban Allah'ın adıyla. Aziz Müslümanlar, bugün Allah'ın yeryüzündeki halifesi İmam Mehdi sahibə zamanın Mövlud günüdür. Bu münasibətle hamınızı səmimi qəlbdən təbrik edirəm. İmam Zaman əleyhissalamın zuhuru təkcə bir siyasi dəyişiklik, hakimiyyətlərin əvəz olunması değildir. Bu zuhur Allah'ın insana, məxluqata, kainata olan böyük vədinin tamama yetməsidir. Zuhur, bəşər tarixinin məqsədə doğru axan böyük çayının okeana töküldüyü yerdir. Bu, təkamülün son mərhələsi, yəni Allah'ı tanımağa, onun məhəbbəti ilə yaşamağa çatdığı bir gündür. Peyğəmbərimiz buyurmuşdur, dünya zülüm və haqsızlıqla dolsa belə, mütləq mənim əhl-i beytimdən olan birisi çıxar və dünyanı ədalətlə doldurar. Bu hədis zuhurun məqsədini aşkar edir. Zülmün batilə qarşı mütləq məğlubiyyəti və ədalətin həqiqətinin mütləq qələbəsi deməkdir. Bu qələbə o qədər tam və hər tərəfli olacaqdır ki, yer üzərində bir zərrə olsun belə zülmət və qaranlıq qalmayacaqdır. Yer öz xəzinələrini üzə çıxaracaq. Təbiət öz bolluğunu insanlığın xidmətində qoyacaq. Ehtiyac və qıtlıq olmayacaqdır. İmam zuhur edəndə elm və hikmətlər yayılacaq. Zuhur vaxtı bütün qəlblər bir olacaq. Kin, küdurət, ədavət heç kəslə, heç bir yerdə olmayacaqdır. Bütün insanların qəlbi iman və məhəbbət nuru ilə dolacaqdır. Bu, yeni bir dünyanın, həqiqətdə isə səadətli dünyanın başlanğıcıdır. Elə buna görə də imamın adı Mehdi, yəni hidayət olunmuş və hidayət edən kimi tanınmışdır. O gün gələndə onunla bir yerdə durmaq üçün bugün biz onun əqidəsi ilə yaşayıb durmalıyıq. Gözləyən gözlədiyinə bənzəməlidir. Birinci fərdi hazırlıq, özümüzü islah etməli, nəfsimizi təmizləməli, Allah'ın sevdiyi əməlləri, doğruluğu, təvazökarlığı, ibadəti həyatımızın əsasına çevirməliyik. İkincisi ictimai hazırlıqdır. Yaşadığımız mühitdə onun ədalətinin kiçik bir nümunəsini göstərmək. Qonşu haqqına, yetim hüququna, ictimai ədalətə riayət etmək. Nəhayət, özümüzdə ümidi yaşatmaq. Peyğəmbərin əgər bu dünyanın bir günlük ömrü qalsa belə hədisini unutmamaq. Çünki bu kəlam Allah'ın vədinin mütləq olduğunu ən böyük təminatıdır. Qaranlıq nə qədər sıx və zülmət olsa da bir gün səhər açılacaqdır. Amin və selamun aleyküm.